Werther sindromu. Aha, görək bu nədir? 18-ci əsrin dahisi Höte'nin Gənc Werther'in istirabları romanı əsərin qəhrəmanı Werther'in intiharı ilə sona çatır. Gənc Werther'in istirabları. Əsərin qəhrəmanı Gənc Werther'dir, axırda intihar eləyir. Bu əsər geniş yayıldıqdan sonra Avropada intiharların sayı çoxaldı. O mənim kimi gəncdir, intihar edirsə, mən də edirəm. Ona görə gündə müsahibə veririk saytlara, məndən də açıqlama alırlar. Deyirəm, pis xəbərləri tirajlamayın. Pis xəbərləri tirajlamayın. Azərbaycanda 50% boşanma olub. Şad xəbər verir cəmaata. Bunu boşanmadır, intihardır, bıçaqlanmadır, cinayətdir. Bu xəbərləri geniş yaymaq olmaz. Bunun fəsadı çox olur. İndi diqqət edin. Kaliforniya Universitetinin professoru Phillips 1947-60-cı illərdə Amerikadakı intiharları araşdırdı və məlum oldu ki, mətbuatda hər intihar xəbərindən sonra Amerikada ortalama intihar halı 58 nəfər artıb. Buna Werther sindromu adı verildi. Gənc Werther sindromu. Olmaz. Niyə? Mənim kimi adamlar edirsə, mən də edirəm. Qanunu burada işləyir. Social proof qanunu. Bu da həmin qanuna əsaslanır. Mənim kimi dərdli birisi edirsə, mən də edirəm. Olmaz. Buna bir müsbət misal çəkim. Qəşəng misal. Xüsusilə pandemiya dönəmində bəzi bu idmançılar, tanınmış adamlar ehtiyaclı ailələrə yardım aparırdılar. Bunu da çəkib paylaşırdılar. Bəziləri irad tuturdu ki, sağ əlin verdiyini sol əl bilməməlidir, sən nə bilim özünü göstərirsən, deyirəm, yox, qəşəkdir. Bu həmən social proof məsələsi. Adam yaxşı iş görür, yayır. Qoy onun kimlər də baxsın, ibrət götürsün. Mən də eləyim. Sən niyə deyirsən ki, onun pis niyyəti var? Hardan bilirsən? Onun niyyətinin içindəsən. Yox, sən özünü cəmaata göstərirsən. Yox, elə mühakimə etmək olmaz. Social proof, qəşəng nümunələrdə yayın. Qəşəng sözləri, qəşəng fikirləri yaymaq lazımdır.